neçə olan yanar o da qalandı. Mən güləm gülsün, yarım heç zaman solmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Mən güləm gülsün, yarım heç zaman solmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Yarım sevməmək olmaz. Dağlarda qar sevərlər, ağaçda var sevərlər. Sözünə çox güvənmə, üstünə yar. Bizə lazım olan ingrediyentlər: kök rəndələmişəm, amma xırda gözdən rəndələmişəm. Kim necə istəsə. Qoz, deməli kök də 150 qram. Qramla deyəndə ki, bir dənə yekə kökdür. Amma çörkalı qramla demək istədim sizə. 150 qram kökdür, 150 qram qozdur. Bunları indi onu da üyüdəcəm, xırda-xırda edəcəm. 200 şəkər, 200 qram şəkər. Armudu stakanı ilə 100 milli yağdır. 150 qram un, 2 yumurta, qabartma və vanil. Keçək hazırlamağına. İlk öncə yumurta ilə şəkəri yaxşıca qarışdırıram. Yəni yumurtaları tökürəm. 2 yumurta və 200 qram şəkər. Mikserlə, yaxşıca mikserlə qarışdırıram. Tam belə ağ olana qədər çalırıq qəşəng. Belə bir massa 2 dəfə artır. Neçə olan yanar o da qalandı. Mən güləm gülsün, yarım heç zaman solmaz. Mənim kimi Qalanların hamısını əllə qatışdırıcıda mikser istifadə etmək lazım deyil. Yumurta ilə pisokko şəkəri qatışdırdım. İndi üzərindən başlayıram bunları hissə-hissə əlavə edib tökməyə. İlk öncə yumurta ilə şəkərin üzərinə tökürəm yağı, duru yağı. 100 ml-dir. Qarışdırıram. İnşallah çox bəyənəcəksiniz. Həm də uşaqlar kök sevmir, çoxları da kök sevmir. Amma bu şirniyyatda kök bilinmir. Rahatçılıqla hazırlayıb uşaqlara dizdirə bilərsiniz. Böyüklərə də heç kim bilməyəcək. İçində kök var. Yağı əlavə etdim. Unu hələ əlavə eləmirəm. Kökü 150 qram. Rəngi elə qəşəng aldı. Oldu. Çox qəşəng. Üyütdüm qozu. Amma tam üyütmədim. Lap xırda eləmədim. Yəni toz şəklində un kimi eləmədim. Belə balaca xırda dənəciklər kimi saxladım. Ağızda yeyəndə hiss olunsun. Bu da 150 qram idi. Onu da qarışdırırıq. Tutumlu, bol, bərəkətli, tutumlu da şirniyyat inşallah. Yəni alınacaq tutumlu. Deməli, içinə unun üzərinə un 150 qram, unun üzərinə vanil və qabartma. Hamısını yaxşıca asta-asta qarışdırıram. Qabaqcadan sobanı isti eləyin. Yəni, qabaqcadan isti eləməyin. İtmişdim, yandırmışam. İsti olsun. Soyuq sobada elə effekti olmur. 180 dərəcədə qoyacaq bişməyə. Baxın, belə. Belə göstərim. Belə bir masa.
Kim istəsə bunun içinə mən vanilya əlavə elədim. Kim istəsə koritsa, darçın əlavə edər. Mən darçın vurmadım. Çox uşaqlar, yəni elə şirniyyatlar var ki, o şirniyyatda darçını sevmirlər. Ona görə mən əlavə eləmədim. Siz də ağız dadınıza görə belə çox rahat oldu, hə? Çox asan oldu. Yəni bir də yumurta ilə şəkəri qatışdırdıq yaxşıca. Qalanın hamısını üst-üstə töküb qatışdırdıq. Yəni şirniyyat istəyəndə çox tez hazırlaya bilərsiniz bunu. İndi listə tökürəm, daha vəsə qatışdırmıram. Bu hazır oldu. Listi gətirirəm, listə tökürəm. Bağlayacağım içine. Üzerine dökürəm listə. Biskvitimiz bişənə qədər, hələ bişəndən sonra soyulmalıdır. Kremin hazırlamaq istəyirəm. Deməli, kremini mən slivkilərdən hazırlayıram. Adı 33% sulu qaymaqdan. Mağazinlərdə hər yanında var, satışda. Yəni az faizli də olur. Məndə indi istifadə etdiyim 33%-lidir. Burada tam dolu bir stakan 200 əlavə edirəm. Və bu dəfə kremi fərqli eləmək istəyirəm. Həmişə bunu hazırlayanda, ümumiyyətlə hamının hazırladığı kimi qaymağın üzərinə zguşyano moloko, yəni qatlaşmış süd əlavə edirik. 1-2 xörək qaşığı. İndi şirnisini kim necə istəyir. Mən bu dəfə bunu tam fərqli eləmək istəyirəm. Bişmiş qatlaşmış südlə, yəni hazırlamaq istəyirəm. Böyle, yani şokoladlı değil, yani bu pişmiş, qatlaşmış sütdür. Bundan da ki, hardasa belə. Bu qədər bəs eləyəcək, yəni əlavə edəcəm. İlk növbədə mikserla indi slivkanı, qaymağı qəşəng çalmaq lazımdır, açdırmaq. İlk az xod da qoymaq lazımdır, biraz. Sonra getdikcə xodu artırırıq, onda yaxşı qaçdırır, belə köpük olur. Tam hazır deyil hələ. Bir qaşıq dediyim kimi qatlaşmış süt əlavə edirəm içinə. Çoxları diyeta saxlayanlar, yəni şirini sevməyənlər heç yəni süd əlavə etmədən də adi qaymağı çalıb krem kimi istifadə edə bilərsiniz. Kremimiz də hazır oldu. Qaba tökdüm belə. İndi bunun üzərinə streç bağlayıb soyuducuda saxlayacağam. Çünki hələ pirog biskvitimiz pişənə qədər, soyana qədər nə qədər vaxtı. Bu da qəşəng soyuducuda gözləyəcək vaxtını. Bişdi, hazır oldu. Yağlı kağızdan çıxartmıram. Soyusun, sonra çıxardacağım. Tam soymalıdır. Belə. Dağ döşündən aşmıram, küsmüşəm, barışmıram. Hamıdan gözəl mənəm, lakin heç danışmıram. Mən güləm gülüzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli sevməmək olmaz. Mən güləm gülüzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli sevməmək olmaz. Yarım sevməmək olmaz. Açdı gül oyandı, hər tərəf halq oyandı. Dərdimdən neçə oğlan yanar, o da qalandı. Mən güləm gülüzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli sevməmək olmaz. Mən güləm gülüzüm, yarım heç zaman solmaz.
Həmin bu şirniyyatı bir gündə, ikinci dəfədə hazırlayıram. İlkində mən onu çəkiliş eləmişdim. İndi deyirsiniz ki, orada yekəydi, burada balacaydı. Onu uşaqlar çəkiliş bitmədən bitirdilər. Ona görə təzədən hazırladım. Belə daha yığcam şəklini. Onu paylaşıram sizinlə. Hazır oldu. Mən belə sadə dekor elədim. Tərkibi zəngindir, kökdür, qozdur, dolu olduğuna görə krem. Üstünə ağ şokolad səpdim və qozla belə balaca dekor verdim. Kim necə istəsə elə də hazırlaya bilər. Bu şəkildə. Ətri çox gözəldir. Sizinlə bir arada demişdim, bir daha söyleyeyim. Bu ikincidir. Bir gündə ikincidir hazırlayıram. Uşaqlarım o video çəkiliş qutarmadan tortu bitirdilər. Ona görə bir daha birini də çəkdim ki, sizinlə videonu axıra qədər paylaşa bilim. İftar süfrəsinə dəvət ediblər. Kim oruç tutur, hamının Allah orucunu qəbul eləsin. İnşallah iftar süfrəsində dadına baxıb sizinlə paylaşacağım. Yarım heç zaman solmaz. Mənim kimi gözəli sevməmək olmaz. Mən güləm gül üzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli sevməmək olmaz. Dağ döşündən aşmıram, küsmüşəm, barışmıram. Hamıdan gözəl mənəm, lakin heç danışmıram. Mən güləm gül üzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli sevməmək olmaz. Mən güləm gül üzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli sevməmək olmaz. Allah Ramazan süfrənizi bol və bərəkətli eləsin. Allah qəbul etsin. Dağ döşündən aşmıram, küsmüşəm, barışmıram. Hamıdan gözəl mənəm, lakin heç danışmıram. Mən güləm gül üzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli sevməmək olmaz. Mən güləm gül üzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli sevməmək olmaz. Yarım sevməmək olmaz. Ha? Nereden kıymet olmasın? Bak. Göründü. Baba yer köküyle bozdandır. Yer köküyle boz tortudur. Bir daha sen tadına ilk tadına bak. İnşallah yemiştir. Allah köməkli olsun, Allah niyyətinizi versin, Allah qəbul eləsin. Hamımıza can sağlığı. Əsasın Allah ruzunuzu çox eləsin. Bol eləsin. Allah canınızı sağlamat eləsin. Əsas məsələ can sağlığı. Aykoş'a da Ramin'e de çok sağ ol. Eyvallah. Ayten'e de Ramin'e de sağ ol. İftar süfresine göre Allah Çox qeyri-adi bol datdır, eləsin. doğrudan qeyri-adi datdır. Maraqlı dattır hə? Çox, çox. Mama Əllərinizə sağlıq. gülümşatlıq edir. Çox gözəl olur. Baba hə, Marko bir Markovla keç çox dadlı olur. Orada mən tərif demirəm, olduğu deyirəm. Nuş olsun, ha. Bir dənə zakaz, məncə bugün bir dənə zakaz verdim. İlk zakazım. İlk zakaz geldi. Zakaz gəldi. Bu da mamamın el işidir. Sağ olsunlar hamısı. Aykoş yine bir daha spasiba. Allah razı olsun. Allah kabul Pişirənlər də eləsin. sağ olsun, yiyənlər də sağ olsun, Allah orucuna mahsusu qəbul eləsin. Amin. Allah hamısının Amin. süfresini bol ve bereketli eylesin. Nuş olsun. Amin.